Salam dostlar, bugünkü videoda ispat edəcəyik ki, tili A olan düzgün tetraedrin daxilinə çəkilmiş kürənin radiusunun A kökdə 6 bölünsün 12'ye bərabər olduğunu. Bundan əvvəlki videoda biz ispat elədik ki, tili A olan düzgün tetraedrin xaricinə çəkilmiş çevrənin radiusu, yəni böyük R bərabərdir A kökdə 6 bölünsün 4. Bundan əvvəlki videoda bunun isbatını vermişəm. Təbii ki, siz bunun isbatını başa düşmək üçün ilk öncə bunun isbatına birinci baxmalısınız ki, sonra da bunu aydın başa düşəsiniz. Nəzərinizə çatdırım ki, bax buradakı bu O nöqtəsi, bu nədir? Tetraedrin həm daxilinə çəkilmiş kürənin mərkəzidir, həm bu tetraedrin xaricinə çəkilmiş kürənin mərkəzidir, həm bu tetraedrin ağırlıq mərkəzidir, kütlə mərkəzi də deyirlər, həm də bu tetraedrin orta mərkəzidir. Orta mərkəz nədir? Məsələn, C nöqtəsindən qarşı üzünə, məsələn, A, B, D üçbucağın müstəvisinə endirilmiş perpendikular çəksək, sonra A nöqtəsindən eyni qaydada BDC üçbucağın müstəvisinə perpendikular çəksək, sonra eyni qaydada B nöqtəsindən də ADC üçbucağın müstəvisinə perpendikular çəksək, orada həmin o hündürlüklər gəlib hamısı bu O nöqtəsində kəsişəcəkdir. Biz bu üstünlərə fikir versək, görürük ki, bu O nöqtəsi, yəni ağırlıq mərkəzi, bu tetraedrin medianını, məsələn, bu BK medianını 3 bölünsün 1 nisbətində bölünür. Çünki böyük R bu BO-ya bərabərdir. Bu nədir? BO-dur. BO. BO-muz nəyə bərabərdir? A kökdə 6 bölünsün 4. OK-mız da nəyə bərabərdir? A kökdə 6 bölünsün 12. Deməli, asanlıqla buradan görsənir ki, böyük R nəyə bərabərdir? 3 vurulsun kiçik R. Yəni ki, bu O nöqtəsi bu tetraedrin tetraedrin medianını, yəni bu ağırlıq mərkəzi bu tetraedrin medianını 3 bölünsün 1 nisbətində, 3 pay 1 pay nisbətində bölür. İndi ispat edək ki, bu OK nəyə görə buna bərabərdir? Bu BO nədir? Xaricinə çəkilmiş çevrənin radiusu. Eyni zamanda bu CO da nədir? CO da nədir? Elə xaricinə çəkilmiş çevrənin radiusudur. Biz bunu tapmışıq ki, A kökdə 6 bölünsün 4. Bəs bu CK nəyə bərabərdir? İndi bu AC A'ya bərabər olandan sonra biz bilirik ki, tetraeder nədir? Bütün üzləri, sahaları eyni olan bərabər tərəfli üçbucaqdan ibarətdir. İndi bərabər tərəfli üçbucağın tərəfi A'dırsa, yəni AC bərabərdir A'dırsa, o zaman CK nəyə bərabər olacaq? CK bərabər olacaq A bölünsün kökdə 3'ə. Və buradan biz nə etmişik? Perpendikular çəkmişik də, düzdürmü? Yəni bax bu düzbucaqlı üçbucaqdan, üçbucaq OKS-dən Pifagor teoremini tətbiq eləsək, o zaman OK nəyə bərabər olacaq? OK bərabərdir kök altında CO-nun kvadratı çıx CK-nın kvadratı. Hesablamamızı aparsaq, bu da olacaq kök altında CO nəyə bərabərdir? Buna. Bunun kvadratı eləyəcək 6A kvadratı bölünsün 16 çıx. CK-mız da buna bərabərdir. Bu da olacaq A kvadratı bölünsün A kvadratı bölünsün nədir? 3. Bu da bərabər olacaq kök altında 48'də neçə? 18A kvadratı çıx, 16 elədi 2A kvadratı. İxtisar aparsaq, bu da qalacaq burada kök altında A kvadratı bölünsün nəyə? 24. Burada bərabər olacaqdır A bölünsün kök altında 24. Kəsrin sürət və məxrəcini kök altında 24'də vursaq, o zaman olacaq A kök altında 24 bölünsün 24. 24'dəki 4 vurulsun 6'dır. Bu da olacaq nə? 2A kökdə 6 bölünsün 24. 24 ilə də 2 ixtisar getdi. Burada qaldı nə? A kökdə 6 bölünsün neçə? 12. Həqiqətən də tili A olan düzgün tetraedrin daxilinə çəkilmiş kürənin radiusu A kökdə 6 bölünsün 12'yə bərabərdir. Yenə də deyirəm, bu isbatı yəni bilmək üçün siz ilk öncə nəyi bilməlisiniz? Bu tetraedrin xaricinə çəkilmiş kürənin radiusunun buna bərabər olduğunu bilməlisiniz. Bunun da isbatını bundan əvvəlki videoda vermişəm. Yaxşı olar ki, birinci o videoya baxasınız, sonra da bunu açıq-aşkar başa düşəcəksiniz. Sağ olun, özünüzə yaxşı baxın.